Gen MMC tikinti şirkətinin aldatdığı müştərilər Ratidə mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov 4 ildir bu insanların problemlərinin həll olunmadığını deyib. 2008-ci ildən bu yana müştərilərin nə evləri verilir, nə də pulları qaytarılır. Kamran B, Orxan, Fuad LTD, Muray və sair şirkətlərin aldatdığı müştərilərin problemləri qismən həllini tapsa da, Gen MMC müştərilərinin problemləri həllini hələ də tapmayıb. Məmmədovun fikrincə, bu problemin həllini tapmamasına əsas səbəb məsələni ilk dəfə hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İskəndərlinin qaldırması olub. Mətbuat konfransında problemin həllini tapmamasına görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abtalıbov ittiham edilib. Abtalıbovun Gen MMC müştərilərinə münasibətdə pullarını dələduza necə veriblərsə gedib eləcə də alsınlar söyləməsi müştəriləri ciddi narahat edib. Gen MMC-nin oğrulara pulunu verib, oğrulardan da gedib tələb eləsinlər. Bu hakimiyyətin hamısı oğrudur. Hakimiyyətdə Hacıbala Abtalıbov məgər özü oğru deyil, küçüyə asfalt dökür, 1 kvadrat metr asfaltın qiyməti Avropanın mərkəzində neçəyədir? Abtalıbov neçəyə tökür və 2 gündən sonra da sökür, orada birdən turba keçirir, təzədən bir də oğru. Ən böyük oğru hakimiyyətdir. Belə ki, onlar Gen MMC şirkətinin sahibi Elbrus Əliyevlə Abtalıbovun cinayət ortağı kimi tanıdıqlarını söyləyiblər. Müştərilər Əliyevin dələduz olaraq onları bir dəfə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Abtalıbovun isə bu 4 ildə hər ay vəd verərək aldatdığını deyiblər. Buna görə də Elbrus Əliyevlə yanaşı Abtalıbovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Müştərilər haqlarından geri çəkilməyəcəklərini, kütləvi aksiyalar keçirəcəklərini deyiblər. Birbaşa məsuliyyəti daşıyır dövlət, əgər dövlətin simasından çıxış edirsə Hacıbala Abtalıbov, birbaşa məsuliyyəti siz daşıyırsınız, cənab Abtalıbov, bu məsələdə. Və günahı heç kimin vətəndaşın üzərində yıxmayın. Vətəndaşın burada heç bir günahı yoxdur. Günah sizin özünüzdədir. Siz o dələduzlara, maşinliklərlə siz yaşıl işıq vermişsiniz. Siz şərait yaratmışsınız. Siz onlar üçün imkan yaratmışsınız ki, vətəndaşı aldatsın. Ona görə məsuliyyəti siz daşıyırsınız.